Salam. Bugün Versal müqaviləsi haqqında danışmaq istəyirəm. Ümumiyyətlə Versal-Vaşinqton sistemi haqqında. Müharibə, Birinci Dünya müharibəsi 1914-1918-ci illəri əhatə etdi və 1918-ci ilin noyabrın 11-də başa çatdı. Müharibənin bitməsi haqqında müqavilə Versalda imzalanmışdı. Parisin Versal sarayı təsadüfi seçilməmişdi, çünki 1871-ci ildə Fransa-Prusiya müharibəsi nəticəsində imzalanmış müqavilə də burada olmuşdu və Woodrow Wilsonun 14 maddəsindən də istifadə olunmuşdu. 14 maddədə gizlin diplomatiyadan əl çəkilməsi, azad və bərabər ticarət, silahlanmanın azaldılması, xalqlara öz müqəddəratının verilməsi məsələsindən söhbət açılırdı və müstəmləkə məsələləri qərəzsiz həll olunacağı idi və ərazi bölgüsü müharibədən sonra ədalətli sürətdə yenidən qurulmadan danışılırdı Woodrow Wilsonun 14 maddəsində. Müqaviləyə Rusiya dəvət olunmamışdı, çünki Rusiyada baş vermiş 17-ci illər inqilabına görə artıq Rusiyada vəziyyət çətinləşmişdi. Ona görə də 1918-ci ildə onlar Brest-Litov sülhünü imzalamışdılar. Mart ayının 3-də Almaniya ilə imzalanmış müqaviləyə əsasən Qars, Ardahan, Batum Osmanlıya qaytarılacaq idi, çünki Osmanlı Almaniyanın müttəfiqi idi. Rusiyanı günahkar saydılar və nəyə görə tez müharibədən çıxdın deyə bəhanə edərək ki, onu müqavilə imzalanmasına, müqavilənin imzalanmasına və sazişlərin razılığının qəbul edilməsinə onu dəvət etmədilər. Əslində bu bəhanə idi. Hər zaman Rusiyanın köməyindən istifadə edən Avropa sonunda müxtəlif bir bəhanələr gətirərək Rusiyanı kənarlaşdırır və istəmirdilər ki, o güclənsin və ərazi bölgüsündə iştirak etsin. Osmanlı İmperiyası da Almaniya tərəfində iştirak etmişdi, bilirik ki, və Osmanlı İmperiyasının əraziləri bölüşdürüləcək idi və onu bölüşdürən dövlətlər İtaliya, İngiltərə, daha sonra Yunanistan və demək Fransa olacaq idi. Fransaya Frakiya ərazisi, İtaliyaya Antalya ərazisi, Yunanistana İzmir ərazisi, İngiltərəyə İskəndərun, Kilikiya ərazisi və əlavə digər ərazilər də verilməli idi. Almaniyada 1871-ci ildə yaranmış imperiya parçalandı və 1919-cu ildən 34-cü ildə Weimar Respublikası yarandığına görə xəritədə də biz onu Weimar kimi görürük. Fransa Birinci Dünya müharibəsində İngiltərə qədər deməli çox itki verməməsinə baxmayaraq Fransaya da xeyli ərazi düşəcək. Və eyni zamanda Almaniyanın verəcəyi təzminatdan da Fransaya pay düşəcək. Almaniya ilə imzalanmış sazişin şərtlərinə əsasən o hərbsizləşməyi öhdəsinə götürdü, təqsirkar olduğunu öhdəsinə götürdü, eyni zamanda daimi ordu saxlamaq və məcburi hərbi mükəlləfiyyətdən də imtina edəcəyini öz öhdəsinə götürdü. Elzas və Lotaringiyanı Fransaya qaytarmağı da öhdəsinə götürdü. Elzas və Lotaringiya isə Almaniyanın əlinə 1870-71-ci il Fransa-Prusiya müharibəsi zamanı keçmişdi. Bundan başqa 15 il müddətinə Millətlər Cəmiyyətinin əlinə keçdi Sar vilayəti, amma Sar daş kömür hövzəsi isə Fransaya verildi və dediyim kimi Fransa buradan çox böyük deməli xeyir götürdü müharibədən sonra və Elzas Lotaringiya da onlara qaytarıldı və ümumiyyətlə Almaniya bütün müstəmləkələrindən deməli məhrum olundu və ən ağır o idi ki, o təzminat ödəyəcəkdi. Amma Amerikanın dəstəyi ilə Almaniya təzminat ödənilməsini dəfələrlə uzatdı və sonunda ödəmədi. Versal müqaviləsinin içərisində kiçik müqavilələr də var idi. Bunlardan Saint-Germain, Trianon, Neuilly və Sevr müqavilələrini göstərmək olar. Saint-Germain müqaviləsi 1919-cu ildə Avstriya ilə imzalanmışdı. Buna əsasən Avstriya Macarıstan imperiyasının bölüşdürülməsindən danışılırdı. Macarıstanla imzalanmış müqavilə isə Trianon müqaviləsi idi. Burada da Avstriya Macarıstanın bölünməsi bir daha təsdiq olundu.
Osmanlı İmperiyası ilə imzalanmış müqavilə Sevr müqaviləsi idi. Müqavilə 1920-ci ildə imzalanmışdı. Buna əsasən Osmanlı ərazisinin 5-dən 4 hissəsini itirəcəyi idi və ərazisində Kürdistan və Ermənistan respublikalarının yaradılmasına söz verirdi. Və dediyim kimi İtaliya, İngiltərə, Yunanistan və Fransa ərazisində Osmanlı torpaqları bölüşdürülməli idi. Əslində elə bölüşdürülür. Lakin Mustafa Kemal Paşa Atatürkün başçılığı ilə həmin deməli torpaqlar, Osmanlı torpaqları təmizlənir. Şəkildə Lloyd George, Woodrow Wilson və George Clemenceau-nu gördük. Bunlar həmin vaxtı Fransa, Amerika və İngiltərəni idarə edən şəxslər idi. Lloyd George İngiltərəni, Clemenceau Fransanı, deməli Woodrow Wilson isə Amerikanı idarə edicisi idi. Saint-Germain müqaviləsini dedim, Trianon müqaviləsi haqqında da məlumat verdim. Sevr haqqında da qaldı Ney müqaviləsi. Ney müqaviləsi Bolqarıstanla imzalanmış müqavilə idi. Buna əsasən Bolqarıstan Egey dənizinə çıxmaq hüququnu itirir. 20 min qoşun saxlaya bilərdi. Bir də o da deməli bir çox əraziləri Rumıniyanın xeyrinə və Serb-Xorvat Sloven krallığının xeyrinə güzəştə getməli idi. Müqavilə gedişatında bir çox imperiyalar dağıldı. Dağılmış imperiyalar Osmanlı İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Alman İmperiyasını göstərmək olar. Burada Avstriya-Macarıstan İmperiyasını xəritədə görürük. Ərazisindən Serb, Xorvat, Sloven krallıqları kimi ərazilər ayrıldı. Bəzi torpaqlar Yunanistan və Rumıniyanın və Serb-Xorvat Sloven krallığının xeyrinə Bolqarıstan tərəfindən güzəşt edildi Ney müqaviləsinə əsasən. Deməli, bölünmüş Avstriya-Macarıstan İmperiyasına bir daha baxaq. Rumıniya, Bolqarıstan, Yugoslaviya kimi əraziləri görə bilərik. Deməli, Avstriya, Macarıstan və Bolqarıstanı da görürük biz burada. Deməli, müqavilə ümumiyyətlə ədalətsiz idi, çünki bir çox ərazilər hələ də müstəmləkə olaraq qaldılar. Amerikanı görürük. Amerika müqaviləni təsdiq etmədi, ratifikasiya etmədi. Çünki ərazi bölgüləri ilə razı deyildi. Rusiya müqaviləyə dəvət olunmamışdı. Bu da ədalətsizlik idi, çünki Rusiya kifayət qədər Birinci Dünya müharibəsində itki verib döyüşmüşdü. Polşa ərazisi bərpa olundu müqavilə gedişatında. Prusiya və Qərbi Poznan əraziləri Polşaya verildi. Çin müqaviləni təsdiqləmədi. Çünki Çin mülkləri Vaşinqton müqaviləsinə əsasən çox hissəsi Amerikaya veriləcək. Baxmayaraq ki, Şandun yarımadasının Çinə qaytarılması haqqında orada söhbət gedəcək. Yenə də Çin müqavilədən razı deyildi. Müqavilənin ədalətsizliyini dedik. Bir də müqavilə gedişatında Millətlər Cəmiyyəti yaradılmışdı. Millətlər Cəmiyyəti 1919-cu ildə yaradılmışdı və burada Fransa, İngiltərə kimi dövlətlərin təşəbbüsü ilə idi ki, bu Millətlər Cəmiyyətinə əsasən bura daxil olan ölkələr münaqişələrdən, müharibələrdən imtina edəcəkdilər, silahlanmanı azaldacaqdılar və baş vermiş hər hansı bir münaqişəni dinc yolla həll edəcəkdilər. Müqavilə gedişatında Millətlər Cəmiyyətinin mandat sistemi yaradıldı. Xəritədə Çini görürük. Mandat sistemini yaratdılar. Mandat sisteminə əsasən isə ABC kateqoriyaları yaradıldı. Mandatı olan ölkə bölgədə iştirak etmək haqqı olan ölkə idi. Mandatı olan ölkələr yenə də İngiltərə, Fransa, deməli Yaponiya, bir də Belçika idi. ABC kateqoriyaları isə müstəmləkələrin bölünmə forması idi. A və B kateqoriyasına daxil olan ölkələr, məsələn, göstərə bilərik ki, Afrikanın şimalında və mərkəzində olan torpaqlar idi ki, onlar gələcəkdə müstəqilliyə hazırlanacaqdılar. C kateqoriyasına daxil olan ölkələr isə
həmişəlik müstəmləkə olaraq qalacaq idilər və müstəqil olma şansları yox idi. Müqavilədən narazı qalan Amerika deməli özü üçün Vaşinqton konfransını çağıracaq sonralar. Vaşinqton konfransının deməli tarixi 1921-1922-ci illəri əhatə edəcək. Demək, burada Amerikanın məqsədi Versal sistemini tamamlamaq, uzaq şərq və Sakit okeandakı münasibətləri tənzimləmək idi sözdə, amma əsl məqsəd uzaq şərqdəki mülkləri bölüşdürmək idi. Müqavilədə 4 dövlət iştirak edirdi. 4 dövlət Amerika, Böyük Britaniya, Fransa, Yaponiya, daha sonra isə İtaliya ikinci müqaviləyə dəvət olunacaq. İlk müqavilədə silahlanmanın deməli, daha doğrusu uzaq şərqdəki mülklərin tanınması haqqında və birgə qorunması haqqında razılığa gəlindi. İkinci müqavilədə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya və İtaliya da burada var idi. Burada silahlanmanın məhdudlaşmasına dair razılıq əldə olundu. Üçüncü müqavilədə isə Çinin bütövlüyü, ərazi bütövlüyü tanındı. Ərazisində sənaye və ticarət sahələrində bərabər imkanlar prinsipi təsdiq olundu və Çinə qarşı açıq qapılar prinsipi təsdiq olundu. Bu müqavilənin iqtisadi hissəsi idi. (1922-ci ildə Genuya konfransı keçirilmişdi. Genuya konfransında Rusiya və Almaniya bir-birinə yaxınlaşmış və demək müqavilə imzalamışdılar iqtisadi cəhətdən. Bu, hər ikisinin iqtisadi blokadadan çıxmasında çox mühüm rol oynamışdı. 1925-ci ildə isə Locarno konfransı çağırılmışdı. Locarno konfransında Böyük Britaniya, İtaliya, Belçika, Almaniya və Fransa iştirak etmişdi. Locarno konfransında Reyn təminat paktı imzalanmış və Almaniyanın Reyn bölgəsi təminata alınmışdı. Reyn təminat paktının imzalanması göstərirdi ki, Versal müqaviləsi artıq nə qədər ədalətsiz bir müqavilə idi. 1923-cü ildə Fransa və Belçika Almaniyaya qoşun çıxardaraq təzminatı tələb etdi. Buna Rur böhranı və yaxud Rur aventurası və yaxud edam siyasəti edilir. Amerika buna narazılıq etdi, Almaniyaya qoşun çıxarılmasına narazılıq etdi və Amerika dedi ki, gəlin Almaniyaya iqtisadi yardım edək, daha sonra Almaniyadan təzminatı istəyək. Ona görə də 1924-cü ildə ABŞ iqtisadçısı Charles Dawes'in başçılığı ilə hazırlanmış plana əsasən Almaniyadan təzminatın alınması üçün ona yardım planı hazırlandı. Beləliklə, Weimar Respublikasının qızıl dövrü 1924-29-cu illərdə başladı. 1929-cu ildə dünyada iqtisadi böhran baş verdiyinə görə Weimarın qızıl dövrü başa çatacaq. 1928-ci ildə Bryan Kellogg paktını Amerika imzaladı. İmzalanmış müqavilə pakt Fransa və ABŞ arasında imzalanmışdı. Sanki Bryan Kellogg paktı Bryan Kellogg paktı Amerikanın Millətlər Cəmiyyəti idi. Burada müharibələrdən imtina etmək, baş verəcək hər hansı bir münaqişəni dinc yolla həll etməkdən danışılırdı. 1929-cu ildə SSR də Bryan Kellogg paktına qoşuldu.